Xəzərin sahilində bugün enerji gələcəyinin əsas konturları çəkildi. Qaz bazarı, neft və qaz kəmərləri və yaşıl enerji. Bakı Enerji Forumunun panel müzakirələrində məhz bu mövzulara toxunuldu. Fikir mübadiləsi yalnız nəzəri deyil, konkret təşəbbüslər, strateji əməkdaşlıqlar, innovativ texnologiyalarla yadda qaldı. 240 meqavat gücündə külək elektrik stansiyası bu ilin sonuna qədər tamamlanacaq. 4 əlavə stansiyanın təməli qoyulub. Bu il daha 3 günəş stansiyasının tikintisinə başlanılacaq. Üzən günəş enerjisi layihəsi üçün hazırlıq işləri aparılır. Ümumi investisiya həcmi 2,7 milyard ABŞ dolları olan bu layihələrlə 2027-ci ilə qədər Azərbaycanın bərpa olunan enerji payının 33,7%-ə çatacağı gözlənilir. 2030-cu ilə qədər 38%-ə, 2035-ci ilə qədər isə 42,5%-ə çatdırılması nəzərdə tutulur. Ekoloji problemlər və bu problemlərin planetimiz üçün yaratdığı təhlükələr forumda müzakirə mövzusu idi.